Deyirlər ki, vatruşka çox qədim şirniyyatlardandır. Hələ xristianlıqdan əvvəl yaranıb və o dövrdə bu şirniyyata xüsusi məna verilirdi. Dairəvi forması günəşi, içindəki kəsmə isə torpağın bərəkətini simvolizə edirdi. İndi isə keçək hazırlamasına. Xəmir üçün südə şəkər, yumurta, maya, duz və vanil qatıb qarışdırıram. Sonra unu hissə-hissə əlavə edib biraz əllə yoğururam. Ardınca yumşaq kərə yağı əlavə edib mikserlə tam yumşaq və elastik xəmir hazırlayıram. İçli üçün kəsməyə yumurta sarısı, şəkər, vanil və xamə əlavə edib qarışdırıram. Daha ipək kimi tekstur istəyirsinizsə blenderdən də keçirə bilərsiniz. Mayalanmış xəmiri 8 hissəyə bölüb kündələyirəm və təxminən 5 dəqiqədə dincəlməyə qoyuram. Bu mərhələdə xəmiri çox saxlamamaq yaxşıdır. Həddindən artıq mayalananda bişərkən həm maya qoxusu hiss olunur, həm də xəmir gücünü itirir. Kündələrin üzərində oyuq açıb kəsmikli içliyə əlavə edirəm. Daha sonra yumurta sarısı biraz südlə qarışdırıb vatruşkaların üzərinə çəkirim və sobaya göndərirəm. Çox yumuşaq ətirli vatruşka alınır. Hazırlayan hər kəsə nuş olsun.